Salam hər kəsə. Gəlin birlikdə oksidləşmə reduksiya reaksiyaları bölməsində ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxaq. Birinci suala baxırıq. Birinci sualda reaksiyanı bizə verib. Reaksiyanı yazırıq buradan. Mis S üzərinə nitrat turşusu gəlib. Mis nitrat, mis 2 nitrat. Kükürt, NO, bir də su alınır. Elektron balans üsulu ilə biz bu reaksiyanı əmsallaşdırırıq. Kükürt burada -2, mis müsbət 2-dir. Mis dəyişməyib burada. Azot müsbət 5-dən gedib müsbət 2-yə. Kükürt də -2-dən 0-a gedib. Demək, kükürt -2-dən 0-a gedib 2 elektron qəbul itirib. Mis getməyib. Deməli, azot müsbət 5-dən gedib müsbət 2-yə. Buradan da 3 elektron qəbul edib. Bura 2, bura 3 yazıram. Yerlərini dəyişirəm. 3 bura, 2 bura gedəcək. Deməli, 3-ü mən yazmalıyam reaksiya məhsullarının qabağına. Yəni, bunları 3-ü S-in olduğu yerə, 2-ni də azotun olduğu yerə. Əgər alınmasa, sağ tərəfə, sol tərəfə yazmalıyam. Deməli, 3 yazıram bura. 2-ni yazıram bura. Burada 3 dənə kükürt var. Deməli, burada 3 dənə kükürt olmalıdır. Burada 3 yazıram. Burada 3 yazıram. Mislər bərabər oldu. Azotlara baxıram. 6, burada 2, burada 8 dənə. Burada 4 yazıram. Axırda oksigenlərə baxıram. 24, 18, 24 bərabərləşdi. Bir oksidləşmə məhsulunu tapın buradan. Oksidləşmə məhsulu, oksidləşmə prosesi, yəni oksidləşmə dərəcəsinin artmasıdır. Oksidləşmə prosesi zamanı əmələ gələn maddəyə oksidləşmə məhsulu deyilir. Görürəm ki, kükürt -2-dən 0-a edib artıb. Artdığından bu oksidləşmə prosesidir və alınan maddə də, yəni kükürt də oksidləşmə məhsulu sayılacaqdır. Bura kükürtdür. Bizdən məhsulunu istədi və suyun əmsalını istəyir. Suyun əmsalı da ki 4-dür. İkinci suala baxırıq. Eyni kütlədə götürülən alüminiumla oksigen reaksiyasını yazırıq. Alüminium 2 O3 alınacaq. Bura 2 yazıram, bura 4 yazıram, bura 3 yazıram. Mənədir eyni kütlədə götürsək. Mən bilirəm ki, 108 qram alüminiumla 96 qram oksigen reaksiya edir. Və bu zaman bunlar reaksiya girəndə eyni kütlədə götürürəm. Ta ki, mən ikisini də 108 götürürəm, ikisini də 108 götürsəm, bu zaman nə olacaq? Oksigendən 12 qram artıq qalacaq. Elə deyim, 12 qram oksigen artıq qalır. Mənə deyir ki, 2 mol elektron alırsan. İndi baxıram buradan. Bax, burada 3 dənə oksigen, yəni 6 dənə oksigen var. Bir dənə oksigen 0-dan -2-yə gedir, 2 elektron alır. Bir dənə oksigen 0-dan -2, 2 elektron alacaq. 1 oksigen 2 elektron alır. Bəs 6 dənə oksigen nə qədər elektron alacaq? 12 elektron alacaqdır. Bunu tapdım. Mən bilirəm ki, 108 qram alüminium reaksiyaya girərkən də belə tapar. Bilirəm ki, əgər oksigenimiz 12 elektron alırsa, nə qədər artıq qalır? 12 qram artıq qalır. 2 elektron alıbsa, nə qədər artıq qalacaq? 6 dəfə azaltmışam, bunu da 6 dəfə azaldacam. Eləyəcək 2 qram. Deməli, 2 qram buradan oksigen artıq qaldı. Alınan oksigen kütləsini bizdən istəyir. İndi mən tapdım, burada 2 qram oksigen artıq qaldı. Mən bilirəm ki, 12 qram oksigen artıq qalarkən, 12 qram oksigen artıq qalanda nə qədər buradan alüminium 2 O3 alınır? 12 qram oksigen artıq qalanda 204 qram alüminium 2 O3 alınacaq. Bəs 2 qram artıq qalıbsa nə qədər olacaq? 6 dəfə azaldıram bunu. Bunu da 6 dəfə azaltsam, bu da eləyəcək 34 qram. Üçüncü suala baxırıq. Üçüncü sualda bizə deyir ki, element verilib. Həmin elementin qısa elektron formulu deməli ikinci qrupda yerləşir, ekvivalentlidir. Bununsa normalda 2 dənə tək elektronu olduğundan bu da ekvivalentli olacaq. Bunların birləşməsi də x, y olacaq. Deməli, n də 1-dir, m də 1-dir. Və bunu tapandan sonra mənə deyir ki, buradan bu birləşmənin formulu x, y-dir və birləşmədə y-in oksidləşmə dərəcəsi. Bu ekvivalentlisə bu müsbət 2 olmalıdır, bu da -2 olmalıdır, -2 olacaq. Deməli, x, y-dir formul və ikincisi də -2 olacaq. Dördüncü suala baxırıq. X elementin nisbi atom kütləsi, baxın, y elementi. Y-in x-ə nisbəti nəyə bərabərdir? Yəni, çoxdur, 3 dəfə çoxdur. Belə çıxır ki, y 3x-ə bərabərdir. Bunu yazıram. Və mənə deyir ki, x və y-dən ibarət birləşmə. Deməli, x, n, y, m yaza bilərəm, elə deyilmi? Mənə deyir ki, y-in kütlə payını 40% verib, x-in də kütlə payı deməli 60 olacaq. Mən formulu tapmaq istəyirəmsə, nə edirəm? N-in m-ə nisbəti, bunların sayı nisbətini tapanda, x-in faizini, yəni x-in faizi 60-dır. 60-ı böləcəm onun kütləsini, yəni x-ə böləcəm. Y-imizin faizi 40-dır. 40-ı böləcəm onun kütləsini, yəni y-ə. Buradan yazıram. 60 bölünsün x. X-in yerinə mən x yazıram. Y-in yerinə yazacam. Buradan böləndə əksinə vuraram. Y-in yerinə mən yazacam 3x. 3x bölünsün 40-a. Bunlar gedir. Bu 2-yə 3 dəfə, bu 2-yə 2 dəfə. X-lər də buradan gedir. Qalır burada 9-un 2-yə nisbəti.
Yəni bizim formulumuz necə olmalıdır? X9 Y2 olmalıdır. Bu onun formuludur. Və testin arxasında bu sualın cavabı səhv verilmişdir. İndi baxıram buradan. Mənə deyir ki, bu birləşmənin tərkibində elementlərin kütlə nisbətini tapırıq. İndi 9x-in 2y-ə nisbəti. Mən nə edəcəm? 9x-i böləcəm. Y-in yerinə yazacağam 3x. 2-yə vuranda eləcək 6x. X-lər x-lar gedəcək. Qalacaq 3-ün 2-yə nisbəti. 5-ci suala baxırıq. Deməli, x yerləşir 3-cü qrupda. Deməli, bu yəqin ki, alüminiumdur elə. Alüminiumdur, 13-dür sıra nömrəsi və 3 valentlidir. Y də kükürdür, bilinir elə. Kükürd də metallarla birləşmədə 2 valentli olacaq. 4 mol x-in y-lə reaksiyası. Deməli, x-in y-lə reaksiyasını yazıram. Biri 2 valentli, biri 3 valentli olduğundan olacaq x2, y3. Bu birləşməni aldıq. 4 mol x-in y-lə reaksiyası amma neçə mol elektron reduksiya edəcək, oksidaşdırıcı keçidir. Məsələn, bu 0-dır, bu da 0-dır. Bu müsbət 3-dür, bu da mənfi 2-dir. İndi mən buradan baxıram ki, əmsallaşdırarkən bura 2 gedir, burada 3 gedir. Bir dənə x-imiz mənə reduksiya edicidən oksidaşdırıcıya keçidi baş vermişdir. Nə qədər deyir buradan? Mən nə edəcəm indi buradan? X-imiz gedib 0-dan, x 0-dan gedib müsbət 3-ə. Elə deyilmi? Deməli, bir dənə x-imiz 3 elektron verib. 2 dənə x-imiz verəcək 6 elektron. Deməli, 2 dənə x 6 elektron verəcək. 4 dənə x isə nə qədər elektron verəcək? 24 dənə elektron verəcək. Bunu bir kənarda saxladıq. Sonra baxıram burada. Y isə y 0-dan gedib, bir dənə y 0-dan gedib mənfi 2 elektron verib, bir dənə y 2 dənə elektron verib. Bəs 3 dənə y nə qədər verəcək? Bir dənə y-imiz 2 dənə elektron vermişdir. 3 dənə y-imiz isə artıq 6 elektron verəcəkdir. Elə deyilmi? 4 mol x-in y-lə reaksiyası. Deməli, 4 mol x götürübsə, deməli, y-imiz də 6 götürəcək. 6 olsa əgər, bu zaman 12 elektron olacaqdır. Elə deyilmi? Bunu tapıram və görürəm ki, buradan neçə mol elektronun reduksiya edicidən oksidaşdırıcıya keçdiyi görülmüşdür və buradan görürəm ki, 12 dənə elektron reduksiya edicidən deməli oksidaşdırıcıya keçmişdir. Bunu tapdım. Bunu tapandan sonra mənə deyir ki, bu zaman alınan x-in y-in birləşməsinin miqdarını molla hesablayın. İndi baxıram buradan nə qədər alınacaq. Mən bilirəm ki, 2 dənə x reaksiyaya girəndə bir dənə x2, y3 alınır. Bəs 4 dənə x reaksiyaya girsə nə qədər alınacaq? Deməli, 2 dənə alınacaqmış. Deməli, 6-cı suala baxırıq. Burada bizə reaksiyanı verib və reduksiya məhsulunun formulunu istəyir. Reduksiya məhsulunun formulu reduksiya prosesi zamanı əmələ gələn maddədir. Manqan burada müsbət 7-dən, deməli, müsbət 2-yə gedib. Görürəm ki, bu azalan proses budur. Yəni, reduksiya prosesi budur və reduksiya prosesi zamanı əmələ gələn maddə reduksiya məhsulu deyiləcək manqan xlor 2-dir. Bunu yazandan sonra mənə deyir ki, proses zamanı 5 mol H-xlor oksidləşən zaman əmələ gələn xlorun mol sayını bizdən istəyir. Mən görürəm ki, buradan 16 mol xlordan xlor mənfi 1-dən 0-a gedib bu oksidləşmə prosesidir. 16 mol xlordan 10 dənəsi, yəni bax burada 10 dənə xlor var. 10 dənəsi 16 dənə mol xlordan 10 dənəsi oksidləşməyə sərf edilib. Deyir, əgər 5 mol oksidləşməyə sərf edilibsə, bu nə qədər olacaq? 8 götürülüb. Deməli, 8 mol H-xlor reaksiyaya girib. Mənə deyir ki, nə qədər xlor alınacaq? 16 dənə H-xlor reaksiyaya girəndə 5 dənə xlor 2 alınırdı. Bəs 8 dənə reaksiyaya giribsə nə qədər alınacaq? 2,5 alınacaq. Verdiyin sualda biz əmsallaşdıraq bunu. 0-dan gedib müsbət 3-ə. Müsbət 6-dan gedib müsbət 4-ə. Baxın, bu tərəfdə yazıram. Dəmir 0-dan gedib müsbət 3-ə. İndeksində 2 var, onu nəzərə almaq lazımdır. Bir dənə dəmir 0-dan müsbət 3 dənə elektron itirib, 2 dənəsi olacaq 6 elektron. Şurada baxıram, şükür müsbət 6-dan gedib neçəyə? Şükür müsbət 6-dan müsbət 4-ə doğru getmişdir. 2 elektron, buraya yazıram 6, buraya yazıram 2. İxtisar eləyirəm 3, 1, yerlərini dəyişirəm. 1 bura, 3 də bura. 1 yazacam bura, 3 yazacam bura. Şükürlər elədi burada 6, deməli bura 6 yazmalıyam, bura 2 yazmalıyam. Hidrogenlər 12 dənə, deməli bura 6 yazmalıyam. Axırda oksigenlərə baxıram, 24 dənə burada var, 12 burada 6, 6, deməli elədi 24, bərabərdir. Mənə deyir ki, oksidləşdiricinin neçə faizi reduksiya olunub? Oksidləşdiricimiz baxıram hansıdır? Deməli, bizim oksidləşdiricimiz sulfat turşudur. Sulfat turşu müsbət 6-dan müsbət 4-ə gedib, şükür burada deməli azalıb, azaldığından sulfat turşusu oksidləşdiricidir. İndi baxım nə qədər? 6 dənə burada kükürt var. 6 kükürtdən nə qədər reduksiyaya sərf edib? 3 dənəsi. Deməli, 50% reduksiyaya sərf edilmişdir.
və reduksiya edicinin neçə faizini oksidləşdirir? Reduksiya edicimiz dəmirdir. Dəmir görürəm ki, buradan sıfırdan müsbət 3-ə doğru getmişdir. Elə deyilmi? Elə 2 dənə dəmirin ikisi də bura sərf edildiyindən, deməli 100% reduksiya edicinin 100% oksidləşmə prosesinə sərf edilmişdir. 8 sualda bizə oksidləşmə reduksiya reaksiyasının növünü istəyir. Baxıram. Manqan müsbət 2-dən gedib manqan müsbət 6-ya. Xlor müsbət 5-dən gedib xlor mənfi 1-ə. Görürəm ki, oksidləşmə dərəcəsini dəyişən elementlər müxtəlifdir və müxtəlif maddələrin tərkibində olduğundan bu reaksiyanın növü molekullar arası olacaq. Molekullar arası. Və bizə oksidləşmə məhsulu deyir. Oksidləşmə məhsulu oksidləşmə prosesi zamanı, yəni oksidləşmə prosesində oksidləşmə dərəcəsi artır. Baxıram ki, manqan müsbət 2-dən müsbət 6-ya doğru gəlmişdir. Deməli, oksidləşmə məhsulumuz kalium 2 manqan O4-dür. 9-cu sualda amonyakın yanma reaksiyasını yazırıq. Bu zaman azot və su alınacaq. Reaksiyanı əmsallaşdırırıq. Bura 4 gedəcək, bura 3 gedəcək, bura 2 gedəcək, burada 6 gedəcək. Əmsallaşdırdıq. Əmsallaşdırandan sonra bizə deyir ki, bunların fikir versiniz, bunların kütlələrini eyni götürüb. Məsələn, eyni götürün bunun kütləsini, bunun kütləsini eyni götürün. Mən bilirəm ki, 4 dənə 17 eləyir 68. 68 qram girəndə bu 96 qram girir. Əgər mən bunları eyni götürsəm, bu tam reaksiyaya girəcək. Bundan artıq qalacaq. Elə deyilmi? Fikir versiniz, deməli belə çıxır ki, bu axıra kimi reaksiyaya girən oksigendir. Bu artıq qalan da nədir? Amonyakdır. Elə deyilmi? Deməli, mən bilirəm ki, nə qədər artıq qalıb burada. İndi baxıram, buradan bunlar arasında, məsələn, bunu da 96 götürsəm, bunu da 96 götürsəm, bu tam reaksiyaya girəcək. Burada 96 götürəndə 96-dan 68-i çıxanda nə qədər artıq qalır buradan? Baxıram, deməli, 28 qram artıq qalır. Buna hələ ki ehtiyacımız yoxdur. Mən bilirəm ki, 68 qram amonyak reaksiyaya girərkən 96 qram oksigen reaksiyaya girir. Elə deyilmi? Deməli, burada M oksigen hamısı girib. M-7-də nə girib? Amonyak girib. M-7 girsə, buradan da tənasüb quracam. 68 M bərabərdir 96 vurulsun M-7-yə. 68 M bərabərdir 96 M çıxılsın 96 vurulsun 7. Buradan M-ləri bir tərəfə qoysam 96-dan mən 28-i çıxsam qalacaq 28 M bərabərdir 96 vurulsun 7. Bu bir dəfə, bu deməli 4 dəfə. 4 M bərabərdir 96-ya. M də bərabər neçə olacaq? 96-nı 4-ə bölsək eləyəcək 24 eləyəcək. 24 elədi. Bunu tapandan sonra mənə deyir, reaksiya qrafikinə sən oksidləşmə məhsulunun kütləsini bizdən istəyirik. Oksidləşmə məhsulunun kütləsini tapmalıyıq. Baxıram, başqa rəng götürək. Baxıram, buradan azot -3-dən 0-a edib. Elə deyilmi? Bu artıb. Artdığından deməli oksidləşmə məhsulumuz azotdur. Mən bilirəm ki, bu M24 tapdım. 96 qram oksigen reaksiyaya girərkən 56 qram azot alınır. Elə deyilmi? Bəs indi 24 qram oksigen reaksiyaya girsə, mən görürəm ki, bu 3 dəfə azalt. Deməli, bunu mən nə eləməliyim? 3 dəfə azaltmalıyam. 3 dəfə azaltsam, o da eləyəcək... Yox, 4 dəfə azaldacam. Burada görürəm ki, 4 dəfə azalıb. Bunu 4 dəfə azalıb, bunu 4 dəfə azalacam. Bu eləyəcək 14. Deməli, 14 qram oksidləşmə məhsulu, yəni azot alınmışdır. Deməli, 10-cu sualda, 9-cu sual kimi də sink sulfidi yandırıram. Bu zaman sink S və nə alınacaq buradan? SO2 alınacaq. Bunu yazandan sonra buraya 2 yazıram, buraya 3 yazıram, buraya 2 yazanda burada 2 yazmalıyam, bərabərləşəcək. Reaksiya tənliyi yazın, əmsallaşdırdıq və bizə reaksiyanın qrafikindən oksidləşmə məhsulunun kütləsini yenə istəyir. Mən bilirəm ki, sinkesin kütləsi 97-dir. 2 dənəsi olacaq 194. Bu deyilir 96 qram. Əgər mən ikisini də eyni götürsəm, qrafikdə yenə eyni götürülüb, M götürsəm məsələn tutaq ki, mən bilirəm ki, burada oksigenden artıq qalacaq və oksigenden 194-dən mən 96 çıxsam nə qədər qalacaq? 98 qram artıq qalacaq. Elə deyilmi? İndi mən bilirəm ki, buradan fikir versiniz nə qədər artıq qalıb? 194 qram sink S-dən nə qədər reaksiyaya girir? 96 qram oksigen reaksiyaya girir. Elə deyilmi? İndi M götürsəm sink S-i, bu da olacaq M-49. İndi buradan M-i tapmalıyam mən. 194 M bərabərdir, yox, deməli, 96-nı vururam M-ə bərabərdir, 194 M çıxılsın, 194 vurulsun 49-a. Bunları bir tərəfə versəm, bu eləyəcək 98-ə, yəni M-ləri bir tərəfə verdim, çıxdım.
98 m bərabərdir 194 vurulsun 49-a. Bu bir dəfə, bu iki dəfə. M də bərabərdir 194-ü mən 2-yə bölsəm eləyəcək 97. Deməli M 97-dir. Mənə də reaksiyanın grafikinə əsasən oksidləşmə məhsulu. Baxaq görə. Oksidləşmə məhsulunu taparkən nə edəcəm? Oksidləşmə məhsulu artsın. -2-dən -4 edir. Deməli SO2 oksidləşmə məhsuludur. Burada nə edəcəm? Deməli 194 qram deməli sink S reaksiyaya girərkən nə qədər SO2 alınırmış? Deməli 2 dəfə 64 alınır. Bəs 97 qram girsə nə qədər alınacaq? 97 vurulsun 2 vurulsun 64 bölünsün 194. Bu elə 194-də çıxacaq, qalacaq axırda 64. 12-ci sualda manqan -2-dən -7-yə gedib, xlor -1-dən -1-ə gedib. Deməli, manqan -2-dən gedib, manqan -7-yə 5 elektron, xlor da -1-dən xlor -1-ə doğru getmişdir, 2 elektron. 5 bura, 2 bura, 2 bura, 5 bura. 2-ni bura yazıram, 5 də bura yazıram. Baxıram, 2 dənə burada manqan var, bura 2 yazmalıyam. Deməli, mən bura 1 yazmalıyam ki, xlorlar 5 dənədir, burada da 5 dənə olsun. 4-ü burada, 1-i burada. Baxıram, kalium burada 7 dənə, 1-i burada, deməli, bura mən 6 yazmalıyam. Sonra mənə nə deyim? Baxıram hidrogenlərə. Burada 6 dənə hidrogen var, deməli, mən bura 3 yazmalıyam. İndi oksigenlərə baxaq. Oksigenlər burada 7 dənədir, burada 8, 11 dənə. Deməli, bu olmadı. Bu tərəfdə alınmadı, yəni sağ tərəfdə alınmadı. Deməli, mən bu əmsalları hara qoymalıyam? Sol tərəfə qoymalıyam. 2-ni qoyacam bura, 5-i də qoyacam bura. Baxıram, burada 2 dənə manqan var, deməli, bura 2 yazmalıyam. Sonra baxıram ki, buradan 4, 5. 4 üstə 5, 9 dənə xlor var. Deməli, burada 9 yazmalıyam, xlorlar bərabərləşsin. 2 dənə kalium buradadır, 9 dənə burada, 11 dənə kalium var. 11 dənəsindən 5 dənəsi burada, deməli 6 bura yazacam. Bura 3 yazacam, hidrogenlər bərabər olacaq. İndi oksigenlərə baxaq. 5 dənəsi burada, 6 dənəsi burada, 11 dənə, 8, o da 3, 11. Deməli, bərabərləşdi. Mənədir ki, oksidləşmə reduksiya reaksiyasında reduksiya edicimiz baxıram, manqan -2-dən -7 edib. Reduksiya edicimiz manqan xlor 2-dir. Sonra reduksiya məhsulu da reduksiya prosesi zamanı, yəni xlor -1-dən -1-ə gedib. Bu reduksiya prosesidir və reduksiya məhsulumuz da kalium xlor olacaqdır. 13-cü suala baxırıq. Çevirmə zamanı. Baxın, -5-dən -3 edir. Deməli, elektron qəbul edib ki, mənfiyə doğru gedir. -5-dən -3 kimi nə qədər aralıq var? 8 var. Deməli, 8 dənə elektron qəbul edib ki, mənfiyə doğru getmişdir. -8. Sonra baxıram, azot buradan -5-dir. Burada isə -3-dür. Baxıram, -5-dən -3-ə nə qədər fərq var? 2 fərq var. Deməli, 2 elektron qəbul edib ki, mənfiyə doğru. Yəni, azalıb 2 elektron. Azot burada -5-dir. Burada -2-dir. 3 dənə elektron qəbul edib ki, nə olub? Yəni, yavaş-yavaş azalmışdır oksidləşmə dərəcəsi. -3. 14-də manqan -4-dən -2-yə gedib. Xlor -1-dən 0 edib. Oksidləşdirici maddənin formulunu istəyir. Oksidləşdirici maddəmiz, baxıram, azalan olsun. Baxıram, budur. Deməli, oksidləşdirici maddəmiz budur. Manqan 4 oksiddir. Sonra, oksidləşmə məhsulunun formulunu bizdən istəyir. Oksidləşmə məhsulu, baxıram, xlor -1-dən 0 edib, oksidləşmə prosesidir və alınan maddə oksidləşmə məhsulu, yəni xlor 2-dir. Sonra, suyun əmsalını bizdən istəyir burada. Suyun əmsalına baxırıq. İndi əmsallaşdırmaq lazımdır bunu. Gəlin əmsallaşdıraq. Deməli, -1-dən 0-a -2. Baxıram, manqan -4-dən yazıram bura. Manqan -4-dən gedib, manqan -2, 2 elektron. Xlor da -1-dən, xlor 0 indeksində 2 olduğundan onu da nəzər almaq lazımdır. 2 eləyəcək. Bu da 2, o da 2, 1, 1 olacaq. Deməli, burada 1 gedəcək, burada 1 gedəcək. Bura 1 yazacam, 4 dənə xlor var, bura 4 yazacam, burada 2 yazacam. Deməli, suyun əmsalı neçəymiş? 2-ymiş. Deməli, 16-cı sualda xlorun isti kalium OH-lar reaksiyasını yazırıq. Bu zaman kalium xlorat və su alınacaq. Oksidləşmə dərəcələrini yazaq. Həbizlər reaksiyanın istəmir oksidləşməsini. Bizə deyir ki, oksidləşmə reduksiya reaksiyasının növünü tap. Baxıram, xlor 0-dan gedib -1-ə və -5-ə gedib. Bir dənə element oksidləşmə dərəcəsini dəyişib və bir oksidləşmə dərəcəsindən 2 oksidləşmə dərəcəsinə getdiyinə görə bu nə sayılır? Disproporsiya. D2 deməli. Yəni, bir dənədən 2 dənəyə doğru getmişdir. Birincinin adı nə olacaq? Disproporsiya. Və ya da öz-özünə deyə bilərik. Oksidləşmə məhsulunun formulunu. Oksidləşmə məhsulu baxıram. 0-dan gedib -5-ə artıb. Deməli, kalium xloratdır. 16-cı sualda biz misin qatı nitratla reaksiyasını yazırıq.
Bu zaman mis 2 nitrat, NO2 və su alınacaq. Bunları əmsallaşdıraq. 0-dan gedib müsbət 2-yə. Müsbət 5-dən gedib müsbət 4-ə. Deməli yazıram 0-dan müsbət 2-yə. Müsbət 5-dən gedib müsbət 4-ə. 2, 1. 2, 1, 1, 2. 1 bura, 2 bura. 4-də bura gedəcək. Azotlar bərabər olsun. 2-də bura gedəcək. Baxıram 12, 6, 12. Deməli hamısı bərabər oldu. Mənə deyir reduksiya məhsulunun formulu. Baxıram. Azot müsbət 5-dən müsbət 4-ə edib azalıb. Deməli reduksiya məhsulumuz NO2-dir. Sonra bizə deyir ki, oksidləşmə məhsulu mis 0-dan gedib müsbət 2-yə. Deməli bu oksidləşmə prosesində əmələ gələn maddədə oksidləşmə məhsulu olacaq. Mis 2 nitrat olacaq. Sonra bizə deyir ki, burada reaksiyaya daxil olan oksidləşdiricinin reduksiya olan reaksiyaya daxil olan oksidləşdiricimiz hansıdır bizim? Və müsbət nitrat turşusudur. Nitrat turşusu 4 dənə azot var. 4 dənə azotdan 2 dənəsi nəyə sərf edilib? Reduksiya prosesinə sərf edildiyindən deməli 50%. 4-ün 2. Deməli 2 4-ün 50% olduğunu, deməli 50% reduksiya olunmuşdur. 17-ci sualda deməli reaksiyanı yazırıq. N2 ilə H2 reaksiyaya girəndə amonyak alınır. 2 dənə bura, 3 dənə bura, 1 dənə bura. Və buradan biz oksidləşmə dərəcələrini yazaq. Görürəm ki, 0-dan -3-ə gedib, 0-dan müsbət 1-ə gedib. Deyir ki, burada qarışıqda reaksiya axıra kimi 4 mol azot verib, 6 mol hidrogen verib. Mən bilirəm ki, bir dənə azotla 3 dənə hidrogen girir. 6 dənə hidrogen varsa, deməli buradan 2 dənə, 4 dənəsindən 2 dənəsi reaksiyaya girmişdir. Oksidləşdiricinin neçə molu elektron qəbul etdi? Oksidləşdiricimiz baxıram, bir dənə azot 0-dan -3-ə getmişdir. Deməli, bir dənə azotumuz 3 dənə elektron qəbul edib. Burada nə qədər azot reaksiyaya girib? 2 mol azot. 2 mol azotda nə qədər elektron var? Nə qədər azot var? 4 dənə azot var. N2 yazılır axı. 4 dənə azotumuz nə qədər elektron qəbul edəcək? 12 elektron qəbul etdi. Bunu yazdım. Deməli 12 dənə elektron oldu. Və başlanğıc qarışıqda olan oksidləşdiricinin neçə faizinin reduksiya olundu? Baxıram ki, reduksiya olunması, yəni azalmasıdır. Bax, bir dənə azotumuz, buradan fikir versiniz, başlanğıc qarışıq deyir. 4 dənə azot götürmüşük. Bu 4 dənə azotun 2 dənəsi reaksiyaya girib, ikisi də reduksiya olunduğundan 50% eləyəcək. 2-ni böləcəm, 4-ə vuracam 100%-ə. O deyilir 50%. 18-ci suala baxırıq. Bizə də reaksiyanın növlərini tapın. Kükürt müsbət 4-dən, -2-dən gedib 0-a. Bax, 2 dənə oksidləşmə dərəcəsindən, 1 dənə oksidləşmə dərəcəsindən getdiyinə görə buna deyirik kommutasiya. Kommutasiyanın adı əks öz-özünədir. Kommutasiya. İkinci adı da əks öz-özünə. Sonra xlor 0-dan gedib bir -1-ə, bir müsbət 1-ə. Bir dənə element oksidləşmə dərəcəsini dəyişib, bir oksidləşmə dərəcəsinə, 2 dənə oksidləşmə dərəcəsinə getdiyindən buna da olacaq disproporsiya. Disproporsiya, yəni öz-özünə reaksiya. Sonra baxıram, azot buradan -3-dən gedib müsbət 2-yə. Sonra gedib oksigen 0-dan gedib -2-yə. Baxın, oksidləşmə dərəcəsini 2 dənə element dəyişib. Deməli, kommutasiyada deyil, disproporsiyada deyil. Və oksidləşmə dərəcəsini dəyişən elementlər müxtəlif maddələrin tərkibində olduğundan nə olacaq bu? Molekullar arası. 19-cu suala baxırıq. Yadda saxlayın uşaqlar. Elementin minimal oksidləşmə dərəcəsi yalnız reduksiya edici xassəyə götürəcək. Nə üçün? Reduksiya edici o deməkdir ki, yəni oksidləşmə dərəcəsi artsın. Kükürddən -2-dən daha az oksidləşmə dərəcəsi götürə bilmir. Yəni özünə daha elektron birləşdirə bilmir. Elektron birləşdirə bilmədiyindən elektron verə bilir. Elektron verirsə müsbətə doğru gedir. Müsbətə doğru gedir, deməli bu reduksiya edici olur. Yadda saxlayın, elementin minimal oksidləşmə dərəcəsində element yalnız reduksiya edicidir. Maksimal oksidləşmə dərəcəsində isə oksidləşdiricidir. Aralıq oksidləşmə dərəcəsində isə həm oksidləşdirici, həm reduksiya edici olacaq. Kükürdün də bu minimal oksidləşmə dərəcəsi olduğundan burada kükürt -2 yalnız nədir? Reduksiya edicidir. Dəmir deməli müsbət 3 olur, müsbət 2 olur və 0 olur. Müsbət 2 onun aralığıdır, yəni həm oksidləşdirici, həm də reduksiya edici ola bilir. Xlor -1, xlor -1 xlorun ən kiçik oksidləşmə dərəcəsi olduğundan burada da xlor -1 yalnız nədir? Reduksiya edicidir. Alüminium müsbət 3, alüminium 3 müsbət, yəni o xloru, alüminiumun maksimal oksidləşmə dərəcəsi olduğundan nə olacaq? Yalnız oksidləşdirici. 20-ci suala baxırıq. 20-ci sualda baxıram ki, xlor -1-dən 0-a gedib.
Elə deyilmi? Mədir reaksiya zamanı 5 mol xlor ionu oksidləşib. Burada 16 dənə xlor var. 16 dənə xlordan 10 dənəsi oksidləşib. Bax, 10 dənə, 16 dənə H xlordan 10 dənəsi nə olub? Oksidləşib. Deyir 5 dənə oksidləşib burada. 5 dənə oksidləşəndə deməli H xlor nə qədər reaksiyaya girəcək? 2 dəfə azalıb, bunu 2 dəfə azaldıram 8. Deməli bu 8 reaksiyaya girib, bu da 2,5 alınacaq. Nədir ki, neçə mol oksidləşdiricinin, indi hamısını 2 dəfə azaldıram. Bu 1 eləyəcək, bu 1, bu 1, bu da 4. Deyir ki, neçə mol oksidləşdiricinin reaksiyaya daxil olduğunu oksidləşdiricini tapmalıyam. Manqan müsbət 7-dən müsbət 2-yə doğru getmişdir. Elə deyil. Müsbət 2-yə doğru getdiyindən bu oksidləşdirici, yəni oksidləşmə reduksiya prosesidir. Oksidləşdiricidir bu. İndi mənə nə qədər reaksiyaya daxil olub? Bir dənə reaksiyaya daxil olub. Hər tərəf 3 dəfə azaltdıq. Və neçə mol su alınacaq? 4 mol da su alınacaqdır. 21-ci sual 19-cu sual kimidir elə. Burada yenə baxırıq. Oksigəndə oksigen sıfırdır. Oksigen mənfi 2 də ola bilir, müsbət 2 də ola bilir. Elə deyim. Ona görə o 0 onun aralıq mövqeyi olduğundan həm oksidləşdirici, həm də reduksiya edici olur. Kükürt burada müsbət 6-dır. Kükürt müsbət 6-dan maksimal ola bilmədiyindən burada nə olacaq? Yalnız oksidləşdirici olacaq. Natrium OH-da natrium müsbət 1-dir. Onun maksimal oksidləşmə dərəcəsi olduğundan yalnız yenə oksidləşdiricidir. Karbon da burada 0-dır. Karbon biz bilirik ki, deməli müsbət 4 də ola bilir, mənfi 4 də ola bilir. Ona görə də 0 onun aralıq mövqeyi olduğundan həm oksidləşdirici, həm də reduksiya edici olur. 22-ci suala baxırıq. Bunlara parçalayırıq. Termik parçalanma deyir. Buradan alacaq kalium nitrit plus oksigen. Buradan alınacaq gümüş pasiv olduğundan özü çıxacaq. NO2 və O2. Bu NH4 NO3-ün də parçalanmasından N2 plus su alınacaqdır. Burada oksidləşmə dərəcəsini dəyişən elementlər istəyir bizdən. Baxıram. Kalium müsbət 1-dən yenə müsbət 1 dəyişməyib. Oksigen mənfi 2-dən 0-a edib. Bir dənə element oksidləşmə dərəcəsini dəyişib. Sonra baxıram 22-də. Gümüş müsbət deməli 1-dən gedib 0-a. Azot müsbət 5-dən gedib müsbət 4-ə. Yox, bir də burada var. Azot müsbət 5-dən gedib müsbət 3-ə. 2 dənə element oksidləşmə dərəcəsini dəyişmişdir burada. İkincisində isə gümüş müsbət 1-dən 0-a gedib, azot müsbət 5-dən müsbət 4, oksigen də mənfi 2-dən 0-a. 3 dənə element oksidləşmə dərəcəsini dəyişmişdir. NH4 NO3-də də baxın, azot burada müsbət mənfi 3-dür, burada müsbət 5-də gedib müsbət 1-ə. Bir dənə bu dəyişib, yəni azot dəyişib, bir dənə element dəyişmişdir.